Şekerim 240, 230 aşağı düşmürdü ondan. Ayaqlarım göydü, səbirsiz idim, tez azıyırdım, narahat idim. Mən Babayev Vaqif, 1980-ci il təvəllüdüyəm. 2026 yanvar ayında əməliyyat olmuşam şəkərdən. Abdullayev Aslan həkim mənə əməliyyat edib. 6-cı ay demək var. Şəkər də şükür olsun yoxdur. Hər şey əladır. Özümü yaxşı hiss edirəm, qıvraq hiss edirəm. Heç bir narahatsızlığım yoxdur. Bugün 15 yanvar 2026-cı il Zəfəran Hospital, xəstəmiz Babayev Vaqif, 86-cı təvəllüddür. Xəstəmiz 5 ildir 2-ci tip şəkərli diabetdən əziyyət çəkir. Aparılan müalicələr fonunda şəkərim səviyyəsi 230-240-lardadır. Hal-hazırda el arasında məşhur olan şəkər əməliyyatı deyilən bir əməliyyat icra ediləcək. Bu əməliyyatın mahiyyətini sizə başa salacaq. Hal-hazırda mədə üzərində əməliyyat gedir. Sonra bağırsaqların üzərində gedəcək. Loru dildə sizə deyirəm ki, insanlar bunu başa düşsünlər. Bağırsaqlarda bəzi yer dəyişmələr aparmaqla bədənin öz daxili rezervlərini metabolik proseslərə cəlb eləmiş oluruq. Doktor dedi ki, yəni səni əməliyyat edəcəm və keçmiş həyata qaytaracam. Və sənin şəkərini daha belə görməyəsən. İstədiyin kimi yaşayasın. Elə də oldu. Əvvəl məsələn yeyə bilmirdim. Şinyədən çox uzaq idim. Yəni biraz yeysəm, səhər şəkərim çox yüksək qalxırdı. İndi isə normal, düzdür az, hələ ki azdır, normal yeyirəm. Hər şey yaxşıdır. Şirniyyət də yeyirəm, tort da yeyirəm, necə deyim. Özəlliklə şirniyyəti xoşlayıram. Mədə görürsünüz, kifayət qədər böyük mədə var. Biz sadəcə onun qrilin zonasını götürdük. Buradan mədə ilə nazik bağırsağın son bölümü arasında 2 metr 70 sm qastro ilioanastomoz qoyduq. İndi onun keçiriciliyi yoxlayacaq. Vurun oradan bir mayeni, baxacaq. Və buradan da təbii keçidi var. Əvvəlki keçidi də durur, budur. Əvvəlki keçidi də gördünüz. Bu birinə də vurur. Birinə də keçid sərbəstdir. Vurur. Budur. Yəni ikili keçid, yəni aşağıya da keçdi, gördüyünüz kimi və təbii yolla da getdi. Bu inkretinlərin sintezinin artmasına və protektiv təsirə kömək edəcəkdir. Bədaltı vəzin çalışması. Sanki insanın daxili QLP1 dediyimiz bir inkretinin daimi normal sintezini və bu əlaqələrin normallaşmasına və bununla da şəkərli diabetin tamamilə öz daxili imkanları hesabına yox olmasına, ikinci tipdən söhbət gedir, gətirib çıxardacaq. Düzdür, bəziləri yəni, insan da indi qorxur ki, əməliyyatdır, heç də asan deyil, yəni belə bir şey fikirləşir. Amma vallahi bu şəkər heç də zarafat xəstə deyil, yəni o şəkər qalmaq daha pisdir. Damarları sıradan çıxardır, böyrək sıradan çıxardır, gözü sıradan çıxardır. Aqressiv olursa həmişə, yəni gəlib əməliyyat olmaq, yəni bundan canı qurtarmaq daha yaxşıdır. Bir-iki il deşikdə sıxılıb, qurtarı getdi. Onu da keç istəyirəmirsə, heç ağrısı da yoxdur. Mən heç həmən gündən, yəni aylığın gündən 1 qramda ağrısını hiss eləmirəm. Hər şey normaldır. Zəfəran Hospitalda təşəkkürlər olsun. İşçiləri sağ olsun. Çox gözəl münasibət göstərirlər. Hər şey, xidmət gözəl, çox gözəl.